أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد، يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهي خشر değerli aziz müminə bacılarım ve mümin kardeşlerim, bugün cümədir, eyni zamanda Şaban ayının ilk cüməsi, Mövlud günləridir. Bu günlər münasibətilə hər kəsi təbrik edirəm. Cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özüm üçün və gələcək nəslim üçün əbədi haram bilək. Bugün danışdığım moizə xütbə Ən-Nəhl surəsinin 18-ci ayəsindən bəhs edəcəm. Ərəbcə belədir. Bismillahirrahmanirrahim. Və in təuddu ni'mətəllah la tuhsuha. İnnəllaha ləğəfurur rahim. Ayədə Allahın nimətlərini zikr eləyir, Allahın nimətlərini qeyd eləyir. Və ayədə buyurulur ki, əgər Allahın nimətlərini sayacaq olsanız, sayıb qutara bilməzsiniz. Allah bağışlayandır, rəhm edəndir. Deməli, nə qədər Allahın nimətlərini Quran-ı Kərim qabardır, hətta gecə gündüz Allahın sizə verdiyi nimətlərini saysanız, hesabı yoxdur, bitməyəcək. Quran-ı Kərimdə digər ayədə buyurur ki, mətəun qalil. Bu ayə ilə o ayə uyğun gəlmir. Ən-Nəhl surəsi ilə həmən o mətəun qalil uyğun gəlmir. Burada deyir, saysanız bitməz. Digər ayədə buyurur ki, mən sizə verdiyim azdır. Azdır. Mətəun qalil. Sonra buyurur ki, bu qədər ki az şey vermişəm, sual verir bizə. Əraditun bil həyatid dünya, nə tez dünya ilə barışdınız? Ahirətlə razılaşmırsınız. Bu dünyada 1%-in vermişəm, 99'un ləzzətləri saxlamışam ahirətə. İmtina eləyirsiniz 99 nemətdən. Bir neməti tutmuşsuz, deyirsən ki, hələ bu dünya mənim olsun, bərk. Mətəun qalil, hələ az vermişəm, nə tez razılaşdım bu həyatının 1%-ilə. Biraz fəlsəfədir. Amma izah eləyəcəyəm. Görəsən Allahın buyurduğu nimətlərin içində bugün sizə o nimətlərdən birini danışsam, görəsən siz onun şükranlığını edə bilərsiniz ya yox, ya etmisiniz ya yox, ya etmişik ya yox. Mən siz müraciətlə özümə də şamil eləyirəm, amma yəni mən özüm daxil bu söhbətin içində. Yəni görəsən etmişik ya yox. O nemətlərdən biri də sudur. Su, içdiyimiz su. Dəstəmaz aldığımız su.
Su həm elmi baxımdan, həm də iman baxımından çox dərin mənaları kəsb eləyir. Su sözü iki istiqamətdə mən bunu təqdim eləmək istəyirəm. Birincisi, su deyəndə nə başa düşürük? Su deyəndə həyatın mənbəyidir. İnsan bədənini elm sübut eləyir ki, 60 ya 70 dərəcə faiz sudan tərkib bağlayıb. Yəni insanın daxilində 60-70% bəlkə də çox biraz su var. İnsan əgər həftələrlə qida qəbul eləməsə, ölüm şansı azdır. Amma həftələrlə su içməsə, %100 ölüm şansı var. Su qəbul etməsən, ölüm təhlükəsi var, bədən quruyur. Amma yeməklə ola bilər ki, insan biraz uzun yaşaya bilsin, susuz yaşamaq olmur. Deməli, suyun nə qədər nemət olduğunu insan anlayır. Nə zaman? Susuz olanda. İndi bax, oruc olanlar var, Ramazanda bütövlükdə hər kəs orucdur. Axşama qədər gözləyir, yemək onun qarşısında acizdir. Bir dənə xurma ya bir su ilə içəndə insan deyir, ilahi şükür. Mən gün ərzində su içirdim, qarşıma su qoyurdular, mən onun qədrini bilmirdim, ona qiymət vermirdim, deyirdim sudur da. Deməmiş bir qurtum su insanı ölümdən xilas edərmiş. Bu qədər insan o suyun, mən bugün sudan danışıram o nemətlərin içində, çox nemətlərə toxuna bilərəm, amma bugün mövzumuz o Allahın nemətlərinin içində su nemətidir. Və yaxud dəstəmazla su alırıq. Dəstəmaza getdiyimiz zaman su ehtiyacımız var. Nə qədər torpaq olsa, təmim eləsə insanın ürəyini yatmır. Elədir. Amma su olanda, dəstəmaz alanda insan rahatlaşır. Su olmadan namazın kamilliyi formalaşmır, zahiri kamillik. Bir adam ki dəstəmaz alır, dərhal deyirlər ki, bəli, bu adam namaza hazırlaşır. Çünki o dəstəmazın üzvləri var. O üzvlərinə su dəyəndə insan ruhən, cismən sakitləşir. Qur'an-ı Kərimdə su ilə bağlı ayə budur ki, وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا تَعْقِلُونَ. Allah Teala buyurur ki, hər bir canlını su ilə qidalandırıram. Canlılar su ilə qidalanır. Bu ayə bizim həm əsas verir ki, elmi əsaslarımız var, həm də eyni zamanda bizim diriliyimizin nümunəsidir. Suyun düşündürücü məqamları var. Su haqqında biraz düşünək. Elm sübut edir, su təvazükardır. Su təvazükardır, amma qüdrətlidir. Sakit axar, səs salmaz, amma daşı deşər, daşı yarar, səhranı cənnətə döndərər. Suyun bizə öyrədəcək dərsləri var. Mən necə ki qeyd elədim, su sakit axır, səs çıxardmır, daşı deşir, dağı yarır, səhranı cənnətə çevirir. Su insana verən dərslərdən biri budur ki, insana deyir ki, təvazükar ol, səssiz ol, amma davamlı ol. Suyun bizə verəcək dərsi budur. Təvazükar ol, səssiz ol, amma davamlı ol. Su hara gedirsə oranı dirildir. Oranı münbitləşdirir. İmanlı insanlar da su kimidir. Hara daxil olsa orada əxlaq, mərhəmət və nur gətirir. Nemətin dəyərini biz nə zaman bilirik, qardaşlar? O zaman bilirik ki, olmayanda. Siz təsəvvür eləyin, evimizdə bir gün
2 gün su olmayanda vəziyyətimiz necə olur? Çox gərgin olur, bəli. Tamamilə doğru qeyd edirsiniz. Bugün evimizdə 1 gün, 2 gün su olmayanda halımız xarab olur, təmizlik qalır. Ondan sonra içimizdə o narahatçılıqlar əmələ gəlir. İndi mən danışmıram 3 gün, 4 gün, 5 gün. Böyük bir fəsadlara gətirib çıxardacaq. Amma Allah Teala buyurur ki, Quran-ı Kərimdə, Əl-Mülk surəsində, Qul ərəəytum in əsbəhə maukum qavra. Çox gözəl bir dənə ayədir. Fəmən yətikum bima'in ma'in. Əgər suyunuz yerin dərinliklərinə çəkilsə, kim sizə axar su gətirə bilər? Allah göstərməsin. Allah suyu bizim üstümüzdən kəsə. Nemətin tökməyə yerə. Səhralar ola quru. Ağaclarımızın dibi quru. Evlər, uşaqlar susuz. Təsəvvür eləyin bir neçə gün ərzində insanların səsi göyə çıxar susuzluqdan. Hələ neçə gündür Kərbalada 14 əsr bundan öncə Fəratın yolları bağlanılır, su yolları bağlanılır. Bu qədər susuzluğun təsirindən bugün də su içəndə biz zalimlara lənət oxuyuruq. Niyə? Fəratın yolları bağlandı, su yolları bağlandı. İndi Allah göstərməsin, Allah bir millətdən, bir xalqdan üz çevirə, o millətə öz rəhmət nəzərim göstərməyə, göyün yağışın kəsə, səhralar, dənizlər quruya, insanlar nə hala düşəcək? Mənim zehnimə bir tarix düşdü, istəyirəm sizinlə onu bölüşəm və fikrimi də bir neçə dəqiqədə tamamlayam. Süleyman Peyğəmbərin dönəmində bir qism insanlar gəldilər, dedilər ki, ya Süleyman, ey Peyğəmbər, zamanı Peyğəmbəri, deyəsən Allah bizdən rəhmətini kəsib. Niyə? Bizim çaylarımız quruyur, heyvanlarımız, uşaqlarımız susuzdur, gedək dua eləyək. Gedək dua eləyək. Hara? Müsəlla. Müsəlla nə deməkdir? Səhralıq. Burada yaşlı adamlar var. Məni yəqin ki, anlayırlar. 40 il, 50 il, biraz da bəlkə mənim yaşım o yerlərə çatmaz. Amma eşitmişəm ki, qədimdə bir neçə zaman su olmayanda insanlar yığışırdı. Ya kənd, ya məhəllə, ya qəsəbə. Gedirdilər səhralığa, müsəlla deyilən bir çölə. Orada istisqa, dua eləyirdilər ki, ilahi, namaz qılırdılar ki, bizə su ver, bizə yağışı göndər. Müsəllar səhralığa çıxıb dua edirdilər. Həzrəti Süleyman da dedi ki, gedək. Bir qism insanlar yığışdılar müsəllaya, səhraya tərəf gələndə Süleyman Peyğəmbər baxdı, gördü ki, bir dəstə qarışqalar gedirlər. Süleyman Peyğəmbər heyvanatın dilini bilirdi, quşların dilini bilirdi. Dayandı. Hamısı da baxır Süleymana. Süleyman başladı o qarışqalarla danışmağa. Dedi, hara gedirsiniz? Dedi, Allaha şikayətə. Dedi, niyə? Dedi, ey Süleyman, bizim nə günahımız var ki, biz insanların ucbatından susuz qalmışıq. Allahu Ekber. Bizim nə günahımız var ki, biz heyvanlar susuz qalmışıq, İnsanların etdiyi zinaya görə, günaha görə, yalana görə, fəsada görə, oğurluğa görə, adam öldürdüklərinə görə. Bizim burada nə günahımız var? Həzrəti Süleyman bilirsin nə dedi? Üzün tutdu cəmaata, dedi, insanlar, cəmaat qaydaq. Dedilər, niyə? Dedi, Allah yağışı göndərəcək, sizə görə yox. Bu heyvanlara göndərəcək ki, bunlar şikayət edirlər Allaha. Gedin, istiğfar eləyin. Gedin, günahlarınızın bağışlanmaqlığını Allah'ın isteyin. İstiğfar eləyin ki, Allah sizin dualarınızın birini qəbul eləyəcək, o yağışı yağdıracaq. Bir misal budur ki, Allah ki bir neməti kəsir bizdən. Neməti kəsəndə onda anlayırıq ki, ilahi, mən bunun qədrini bilməmişəm. Nemət əlindən gedəndən sonra deyirsən ki, ilahi, mənim yanımda dağ var imiş,
Mən bu dağı hiss eləməmişəm. Biz elə bilirik ki, hər şey bizim gücümüzdədir, hər şey bizim ixtiyar. Xeyr, bizim ixtiyarımızda heç nə yoxdur. Biz çox zəif bir dənə, aciz bir dənə bəşərik. Əlimizdən biraz gücü alın, görüm sən dünya çempionları ki, ringlərə çıxır, boksla, müəyyən güləşlə filanla. Allah onun gücün çəksə, o rəqibi uduzacaq. Gücü də verən, potensiyalı da verən Allahdır. Sən nə qədər ki bugün sağ qalmısansa, o sağlamlığının qədrini bilib Allaha şükranlıq elə. Nimət əlindən gedəndən sonra nə qədər şükür edirsən, o qayıtmayacaq. Sənin əlində o nimət var idi də. Adamlar var, mən görmüşəm restoranlarda 30 il bundan əvvəl, 20 il bundan əvvəl. Mən hətta bir neçə ay bundan öncə restoranların birinə getdim, məni dəvət eləmişdilər. Salfetka o qədər kağızdan istifadə eləmişdilər, atmışdılar ora-bura. Artıq gördülər ki, salfetkada xidmət eləyən də qaçdı daha. Gördü ki, nə qədər salfetka verərlər. Axırda gördüm, bir nəfər, iki nəfər çörəyə ağzını silir, atır zibil yeşiyinə. Dedim, qardaş, bu qədər o dedi, çörəkdir də, burada nə var? Dedim, sən nimətlərə küfr eləyirsən. Allah bizə o nimətləri ki verib, gözün, qulağın, dilin, ağzın, bu nimətləri, insan var, dilimizdən də böyük, dili var, danışa bilmir. Gözü bizim gözümüzdən də böyüdür, görə bilmir. Qulağı bizim qulağımızdan da böyüdür, amma eşidə bilmir. Bu nimətlərin qədrini bilin. Ona görə ki, insan nə qədər ki bu nimətlərə şükranlıq eləsə, nə qədər bu nimətlərə şükür eləsə, Allah o nimətləri çoxaldacaq. Əziz qardaşlarım, bacılarım, cümə iştirakçılarım, torpaq suya ehtiyacı var. Torpağa su gəlməsə quruyacaq. Qəlblərə iman gəlməsə quruyacaq. Necə torpaq su ilə münbitləşir? Əgər qəlbdə iman olmasa, o quruyacaq qəlb, ruh da quruyacaq. Necə ki torpaq yağış gözləyir, eləcə də qəlb, ürək, zikr istəyir, tövbə istəyir, Allahdan mərhəmət istəyir. Gəlin biz də bu nimətlərin fonunda, ey mənim Rəbbim, sənə sonsuz şükranlıq eləyirəm ki, sən bizə hər bir şey vermisən. İlahi, bu nimətləri bizdən alma. İlahi, sənə an verirəm, mərhəmət və cəlal və rəhmət və bu Şaban ayını bizə mübarək elə. Bu ayın bərəkətindən, rəhmətindən, gözəlliyindən bizi əliboş aparma. Yeganə Şaban ayıdır ki, bu ayda vəfat yoxdur, şəhadət yoxdur, bayramlar var, gözəlliklər var, mövludlar var. İmam Hüseyin Aleyhisselamın mövludu, sabah Əbəlfəz ağanın mövludu, obursu gün üçüncü, hardasa altısı, 4, 5, 6. İmam Zeynullah Abidin Aleyhisselamın mövlududur. Bu mövludlar bizi ne inir? Allah'a şükranlığımızı çoxaldır. Və hələ imam zamanında Nime-i Şabandır, Şabanın 15'i, 12. imamın doğum günü olacaq. Bunlar hamısı bayramdır. Çalışaq bu varlıqların, nemətlərin qədrini bilək. Allah Teala bizi bir anda öz başına bırakmasın. Şəhidlərimizin ruhlarını şad eləsin. Namaz qılanlarımızı bir-birinə mehriban eləsin. Xəstələrimizə nəzərdə olan anamız da xəstədir. Allah Teala xanım Fatimə-i Zəhra salamullah aleyhanın əli ilə anamıza da acil şəfalar versin. Allah övladı olmayanlara övlad lütf eləsin. Allah'a and verirəm cəlalı xatirinə. Borc olanlar var, sıxıntısı olanlar var, evsiz var, duaya möhtacdırlar. İlahi, bütün bu sıxıntılarımızı, çətinliklərimizi rahatçılıqla, əmniyyətlə inşallah xeyrə vəsilə elə. Ata-ana boynumuzda haqq qoyub dünyadan gedənlərə rəhmət elə. Günahlarımızı bağışla. Bizi Ramazana çatdır. Azərbaycan bayrağın, dünya bayraqlarının içində uca elə. Muharibəni yer üzündən götür.
Qardaşlığımızı, bərabərliyimizi qoru. Ya Rəbbim, sənə and verirəm cəlalının xatirinə. İnsan üçün ən böyük nimət ağlıdır, iradəsidir, vicdanıdır. İlahi, bu nimətləri bizdən alma ya Rəbbim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven ahad. Ölənlərimizin ruhları şəhidlərlə bir yerdə zəhmət çəkib ana, bacılarımız, qardaşlarımız cümə namazına təşrif gətirib salamatçılığına ötər salavat.